5 milyon dollar ələ keçirən bu şəxs icra başçısının dayısı oğlu imiş. Baxaq görək hansı icra başçısının dayısı oğludur. Bir neçə iş adamına qarşı külli miqdarda dələduzluq edən Quliyev Zəfər Bayramoğlu ilə bağlı yeni faktlar üzə çıxıb. Əlbəttə ki, bunu unikal əldə edib. Mən də istinad edirəm unikala. Əldə etdiyi məlumata görə Türkiyədə və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan bir neçə Azərbaycanlı iş adamından 5 milyon dollar pul dələduzluq yolu ilə keçirən Zəfər Quliyev qanunsuz əməllərini hələ də davam etdirir. Təbii ki, bunu unikal əldə edibdir. Mən də ona istinadən bu xəbəri sizlərə çatdıram. Belə ki, o hazırda Türkiyədə müəyyən kriminal qruplaşmalara, söykənərə Qasım və Osman adı ilə analoji fəaliyyət göstərir. Yəni adları bu adlar altında Qasım və Osman adı ilə analoji fəaliyyət göstərir. Amma Quliyev hələ də Bakıdakı yaxınları vasitəsilə də müəyyən addımlar atmaqdadır. Məlumata görə o icra başçılarından birinin dayısı oğludur. Amma burada hansı icra başçısının da o təbii ki deyilmir. Hətta Quliyev bəzi sövdələşmələri həmin icra başçısının Ağşəhərdəki ofisində həyata keçirir. Quliyev Zəfər, yəni qanunsuz əməllər nəticəsində Xətai rayonunda Megafonun binasında böyük kvadrata malik mənzil, bahalı həyət evinə və obyektə sahibdir.